Texnologiyanın inkişafı bir çox sahədə müsbət dəyişikliklərə səbəb olmaqla yanaşı, sosial media asıllığını da günümüzün ən böyük problemlərindən birinə çevirib. Şəxsi hesablarına yalnız bir neçə dəqiqəlik daxil olanlar təəssüf ki, əksər hallarda saatlarla sosial şəbəkələrdə vaxt keçirirlər. Belə günümüzdə bütün hamı telefonda, sosial mediada fırlanır. Düzdür, özüm də eləyəm. Dostum çox reelslər falan atır, onlara baxıram, əylənmək üçün falan. Gündəlik hardasa təxminən 4 saatımı sosial şəbəkələrdə istifadə edirəm. Bunun 1-2 saatı hardasa Instagram, digər 2 saatda təxminən YouTube olur. TikTok'da 1-2 saat aralığında, YouTube'da genelde film, dizi izlemek için. Onun için kullanıyorum. Instagram'da günde 2-3 saati geçkin süreli kullanıyorum. Yəni cəmdə 10 saate yakın. Ən çox TikTok'dan istifadə edirəm. Günün boş vaxtlarında 1 saat, 2 saat, yəni vaxtımı ondan keçirirəm. Özünün asıllıq yaradıb da elə bir ki, boş vaxtlarımı ondan keçirirəm. Sosial şəbəkələrdə mən çox aktivəm, istifadə edirəm işimlə əlaqədar olaraq. Baxır kim necə istifadə edir. Sosial şəbəkələrdə o qədər zəngin materiallar var. Demək olar ki, hər gün baxıram sosial şəbəkələrdəyəm. İstər Instagram, istər WhatsApp, YouTube, TikTok, yəni hamısında. Bəzən elə görürəm ki, adətçisi olmuşam, amma bəzən də başımı telefondan ayırmağa çalışıram. Gün ərzində genellikle TikTok'da 2-3 saat, Instagram'da 2-3 saat, YouTube 1 saat, yani ümumiyyətlə 6-7 saat. Görünən odur ki, bu vərdiş artıq asıllığa çevrilib. Sosial şəbəkələrlə günə başlayanların əksəriyyəti isə gənclərdir. Lakin yaşlı nəslin nümayəndələri də sosial şəbəkələrdən saatlarla istifadə edir. Sosioloqların fikrincə, internetin olmadığı vaxtlarda insanlar daha səmərəli fəaliyyət növləri ilə məşğul olurdular. Sosial şəbəkələr isə bu səmərəliyi demək olar ki, minimuma salıb. Texnologiya vacibdir, amma texnologiyasız da müəyyən şəxsi vərdişlər, şəxsi keyfiyyətlər, mütaliə, qiraət, bir deyək ki, kino, incəsənət və yaxud idman bu kimi məsələlərə xüsusi diqqət ayırılır. Yəni düzdür, bu diqqət yenə qalır, amma deyək ki, bu diqqət sanki o sosial şəbəkələrlə inteqrasiya edir. Bu da yəni cəmiyyətdə bu sürətli baş verən elektronlaşma ilə bağlıdır ki, yəni bütün biz elektron texnologiyalardan kənarda artıq çox şey təsəvvür edə bilmirik. Bu obyektiv səbəbdir. Subyektiv səbəb isə bu texnologiyaların bir sıra prinsipial məqamlarda, həlledici məqamlarda düzgün tənzimlənməməsi ilə bağlıdır. Yəni insanlar sosial şəbəkələrin hüdudları sırasında sanki itib batırlar. Məsələnin psixoloji tərəfləri də var. Psixoloqlar deyirlər ki, sözü gedən asılılıqdan əziyyət çəkən insanlarda real həyata maraq azalır, ünsiyyət bacarığı və diqqət zəifləyir, həssaslıq itir. İstər uşaqlarda olsun, istər yeniyetmələrdə olsun, istər gənclərdə olsun, normadan çox artıq vaxtını telefona, televizora və yaxud da sosial şəbəkələrə istifadə eləmək hər kəsdə bir donuqluq yaradır. Yeniyetmələr dayanmadan oyunlar oynayırlar, hansı ki bu oyunlar o uşaqlarda aqressiya yaradır, diqqət əksikliyi pozuntusu yaradır, dərslərdən yayındırır uşaqları. Gənclərdə də eynən belədir. İşi ilə məşğul ola da olsa və yaxud da ki, boş vaxtını olsa, bir maraqlı nəyləsə keçirmək əvəzinə yalnız telefondan asılı olaraq qalır. Bundan başqa sosial şəbəkələri asan qazanc yolu kimi seçənlər də az deyil. Yəni, insanların bir çoxu sosial şəbəkə lentini sadəcə bekarçılıqdan çevirirsə, digər qismin paylaşımları isə onlara pul qazandırır. Reallıq isə başqadır. Sosial şəbəkələr bizi doğmalarımızdan, ətraf mühitdən uzaqlaşdırır. Asəf Zeynallı, Zahir Aşımov, Səbuy Sadiq, Telesər.